ədalət duyğusu var, ədalət hissi var. Və yeri gəlmişkən o deyək ki, bu hisslərin hər birisi əslində insan duyur. Bilməsə belə duya bilir. Necə ki, sizə məsələn kimsə nə vaxtsa ədalətsizlik eləyibsə, ola bilər hüquqi cəhətdən siz anlamırsınız ki, bu ədalətsizlikdir və yaxud da bu hüquqa ziddir, amma daxilən bunu hiss edə bilirsiniz. Bu insan təbiətindən gəlir. Yəni bu baxımdan legitimlik əslində daha çox duyula biləndir. Yəni emosional hissi baxımından onu duymaq mümkündür. Məsəl bu baxımdan deyilir ki, burada düzgünlükdən daha çox, yəni formadan daha çox mahiyyət, məzmun önəm kəsb edir. O məzmun da insan tərəfindən hiss edilir, çünki insanın bu təbiətindən gəlir, bu sanki arxetipik bir varoluşdur insanın içində.